4-cü çempionat bitdi. Fikirləriniz çempionat barəsində. Yaxşı, maraqlı yarış idi. Çətin məsələlər idi. Amma çox maraqlı idi. 17-ci dəfə çempion adını qazandınız. Təbrik edirəm sizi. Uğurlar arzu edirik. İnşallah gələcək planlarınız nədir? Çalışarıq ki, bir 20-yə çatdıraq çempionluğun sayını. İnşallah. Xarici yarışlarda yüksək yer tutaq. İnşallah. Yarışın səviyyəsi sizdə necə idi? Gənclərdən bir diqqətinizi cəlb edən var idi. Gənclərdən çox idi. 46 iştirakçı var idi. Rekord, bu dəfə rekord iştirakçı idi. Bəli, 46 iştirakçı idi. Çox gərgin bir mübarizə keçdi. Gənclər yaxşıdır. Rusiyadan qonağımız da var idi. Rusiyalı şahmatçıları dəqiq bilirsiniz, dünyada bir nömrədir. Həm qadın, həm kişi. Son dövrlər çox irəliləyiş ediblər, çox geniş yayılıb onlarda şahmat əlləşməsi. Arzu edək ki, bizdə də olsun. Gələcəkdə də. Araz müəllim, oğlunuz da mükafatçılar sırasına düşmüşdü. Onda son illər gəlməyə başlayırız. Gənc vaxtı niyə gətirməmisiniz onu? Daha gənc aslında. Yəni ki, indi məsləhət gəlmək. Amin. İnşallah onun da uğurları daha yüksək olar. Sizə uğurlar təbrik edirik, arzu edirik və gələcək yarışda uğurlar. Sağ olun. Sağ olun.